Sizin də güllərin yarpaqlarını bu qurdlar yeyib bitirir. Gəlin göstərim nə eləmək lazımdır. Gəlin həm yeni irisləri əkim, həm də dərmanlama eləyim. Görün hansı dərmanlardan necə istifadə edirəm. Ayşə xanımdan yeni dərmanlar əldə etmişəm. Hansı ki, həyətdəki cücülər, hünülərə qarşı da istifadə etmək olar. Konfidordan yazın əvvəli havalar isinən zamanda istifadə etmişdim. Çox faydasını görmüşdüm. İrislərin saralmış yerlərini kəsib Maksim preparatında gözlədib dərmanı hazırladım. 10 litr suya neçə qram hansı dərmandan istifadə etmək lazımdırsa videonun açıqlama qisminə qeyd etdim. Dərmanlamanı etməzdən öncə xəstə, qurtlu, nə qədər yarpaq varsa hamısını təmizləmək mütləqdir. Həmçinin də bu proses zamanı maskadan, əlcəkdən və gözlükdən istifadə etmək vacibdir. İndi isə sıra gəlir irisləri əkməyə. Qəşəng yerlərini yumşaldıram, təpəcik düzəldirəm. Bura biraz odun külü əlavə etdikdən sonra kökləri gördüyünüz kimi ehmalca bu təpəciyə yerləşdirib üzərinə xırdalanmış torpaq tökürəm. Soğanın gördüyünüz hissəsini isə bastırmaq olmaz. Sularını verib palma ilə də savaşandan sonra evə qalxıram. Siz də belə gözəl gülləriniz olsun istəyirsinizsə Ayşə xanıma müraciət edin.